Fitrə zəkatı ilə bağlı suallar çox ünvanlanır bizə. Onu deyim, sonra bəhsimizi yekunlaşdıraq. Fitrə zəkatı bayram gecəsi ayrılır. Bayram gününün bayram namazının vaxtına qədər, təxminən 8-9-da bayram namazının vaxtı olur da, məsələn 7-də də hesablamaq olar, gün çıxan vaxtı, gün çıxandan sonra. Fitrə zəkatı bayram axşamı, ayın çıxdığı bəlli olduqda ayrılır və gecə ilə çatdırılsa daha yaxşıdır. Hər halda bayram namazına qədər çatdırılsa yaxşıdır, çatdırılmasa gün ərzində çatdırılmalıdır. Yoxsul insanlara, ehtiyaclı insanlara bayram süfrəsi açmaq üçün həmin gün çatdırılmalıdır. Hamı bilir ki, 100 kiloqram arpa, buğda, un, düyü, kişmiş və s. ərzaqların məbləği, dəyəri qədərində pul yaxud ərzaqın özü ayrılır, ailə üzvlərinin hər birinin adından. Bismillahirrahmanirrahim. Fitrə zəkatının hökmləri. Ata fitrə vermədikdə onun həyat yoldaşı və övladlarına bir şey vacib deyil. Fitrə vermələri lazım deyil. Qadın ərinin yemək yiyəni hesab olunduqda, imkanı olduğu təqdirdə ərə onun fitrə zəkatını vermək vacibdir. Amma ərinin yaxud başqasının yemək yiyəni hesab olunmasa, gərək özü öz fitrə zəkatını versin. Məsələn, hazırda əri ilə yaşamır və heç kimin də qonağı deyil. Əlbəttə, əgər zəkatın vacib olma şərtlərinə malik olarsa. Ərinin cinsi tələblərindən boyun qaçıran qadının fitrə zəkatı da ərinin boynundadır və ödəməsi vacibdir. Əlbəttə, başqasının yemək yiyəni olduqda ərə vacib olmayacaq. Yalnız fitr bayramı gecəsi qonaq olan qonağın fitrə zəkatı ev sahibinin öhdəsində deyil. Fitrə zəkatı ev sahibinə vacib olan qonaq, ev sahibinin razılığı ilə öz fitrə zəkatını verərsə, onun zəkatı ev sahibinin öhdəsindən düşür. Yoxsul olan və maddi imkanı olmayan şəxslərə fitrə zəkatı vacib deyil. Əgər belə bir şəxsin 3 kiloqram buğda və bu kimi imkanı və ya bu miqdarın pulu varsa, onu fitrə zəkatı niyyəti ilə verməsi müstəhəbdir. Həmçinin ailə sahibi olduqda, onu fitrə zəkatı niyyəti ilə ailənin nəfərləri arasında əlbəəl gəzdirsinlər. Sonuncu şəxsin onu özlərindən olmayan bir fəqirə verməsi daha yaxşıdır. Fitrə zəkatını buğda, arpa, xurma, düyü və bu kimi şeylərdən vermək olar. Əksər hallarda istifadə edilən ərzağa xas deyil. İnsan gərək özü və onun yemək yiyəni hesab olunan hər bir şəxs üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi cəmaatın yediklərindən sayılan 3 kiloqram ərzaq yaxud onun pulunu ehtiyaclı fəqirə versin. Fitrə zəkatını ayırdıqdan sonra onun özü fəqirə verilməlidir. İstifadə edilib əvəzi verilə bilməz. Şəvval ayının hilalının görünməsi sübuta yetdikdən sonra fitrə zəkatı ayrıla bilər. Fitr bayramının namazını qılansa, vacib ehtiyata əsasən gərək namazdan öncə ödənsin, yaxud ayrılsın. Amma şəxs fitr bayramı namazını qılmırsa, bayram gününün zöhrünə dək möhləti var. Ramazan ayından öncə fitrəni fəqirə vermək kifayət etmir. Amma o miqdarı əvvəlcədən fəqirə borc verib, sonra fitr bayramı günü onu fitrə hesab edə bilər. Əgər öz məhəlləsində və şəhərində ehtiyaclı şəxs tapılmasa, fitrə zəkatı başqa bir şəhərə aparıla bilər. Fitrə zəkatının xərclənməsi. Fitrə zəkatı verilən şəxsin ədalətli olması şərt deyil. Amma ehtiyata əsasən aşkar şəkildə böyük günah edən şəxslərə zəkat verilməməlidir. Ata, ana, fəqir övladlarının xərcini verməlidir. Buna əsasən onların yaşayış xərci üçün fitrə zəkatından verə bilməzlər. Amma onların borcunu və onların valideynə vacib olmayan ehtiyacları üçün fitrə zəkatından verə bilərlər. Fitrə zəkatını hədiyyə adı ilə də vermək olar və verdiyi şəxsə onun fitrə zəkatı olduğunu bildirməyə lazım deyil. Amma hər halda onu verdikdə fitrə zəkatı niyyəti edilməlidir.
Qeyri-seyyid seyyidə fitrə zəkatı verə bilməz. Fitrə zəkatını dini maariflərin yayılması yolunda xərcləməyin işgalı yoxdur, amma fəqirə verilməsi daha yaxşıdır. Fitrə zəkatını ödəməkdə meyar ailə başçısıdır. Yəni, fitrəni ödəyən şəxs. Buna əsasən, əgər ailə başçısı seyyid olmasa, hətta onun ailə üzvləri, məsələn xanımı ya qonağı seyyid olsa belə, ailə üzvlərinin fitrə zəkatını seyyidə verə bilməz. Fəqir şəxsə fitrə zəkatı vacib deyil. Fitrə zəkatını ona vermək olar. Fəqirə fitrə zəkatı verdikdən sonra fəqir olmaması məlum olsa, bu halda əgər ona verilən mal, ərzaq və ya onun pulu aradan getməyibsə, geri alıb fəqirə verə bilər. Əgər geri almaq mümkün olmazsa, gərək yenidən fitrə zəkatını ödəsin. Bismillahirrahmanirrahim. Fitr bayramının namazı. Fitr bayramının namazı hal-hazırki dövrdə, yəni qeybətül kubra, böyük qeybət zamanında vacib deyil, müstəhəbdir. Fitr və Qurban bayramının namazı 2 rəkətdir. Birinci rəkətdə həmd və surə oxuduqdan sonra 5 təkbir deyib, hər birindən sonra qunut tutulur. 5-ci qunutdan sonra yeni bir təkbir, 6-cı təkbiri deyib, rüküyə gedib səcdələri yerinə yetirərək qiyama qalxılır. İkinci rəkətdə həmd və surədən sonra 4 təkbir deyib, hər birinin ardınca qunut tutulur. 4-cü qunutdan sonra yeni bir təkbir, 5-ci təkbir deyib, rüküyə gedilir. Səcdələr yerinə yetirilərək təşəhhüd və salam oxunur. Bayram namazının qunutlarını qısa, yaxud uzun oxumağın işgalı yoxdur. Bayram namazında iqamə yoxdur. Əgər imam cəmaat iqamə desə, namazın səhiyliyinə zərər gətirmir. Bayram namazının qəzası yoxdur. İmamın bayram namazını başqa məmumlara görə təkrar etməsi işgallıdır. Bismillahirrahmanirrahim. Fitrə zəkatının hökmləri. Ata fitrə vermədikdə, onun həyat yoldaşı və övladlarına bir şey vacib deyil. Fitrə vermələri lazım deyil. Qadın ərinin yemək yiyəni hesab olunduqda, imkanı olduğu təqdirdə ərə onun fitrə zəkatını vermək vacibdir. Amma ərinin yaxud başqasının yemək yiyəni hesab olunmasa, gərək özü öz fitrə zəkatını versin. Məsələn, hazırda əri ilə yaşamır və heç kimin də qonağı deyil. Əlbəttə, əgər zəkatın vacib olma şərtlərinə malik olarsa. Ərinin cinsi tələblərindən boyun qaçıran qadının fitrə zəkatı da ərinin boynundadır və ödəməsi vacibdir. Əlbəttə, başqasının yemək yiyəni olduqda ərə vacib olmayacaq. Yalnız fitr bayramı gecəsi qonaq olan qonağın fitrə zəkatı ev sahibinin öhdəsində deyil. Fitrə zəkatı ev sahibinə vacib olan qonaq, ev sahibinin razılığı ilə öz fitrə zəkatını verərsə, onun zəkatı ev sahibinin öhdəsindən düşür. Yoxsul olan və maddi imkanı olmayan şəxslərə fitrə zəkatı vacib deyil. Əgər belə bir şəxsin 3 kiloqram buğda və bu kimi imkanı və ya bu miqdarın pulu varsa, onu fitrə zəkatı niyyəti ilə verməsi müstəhəbdir. Həmçinin ailə sahibi olduqda, onu fitrə zəkatı niyyəti ilə ailənin nəfərləri arasında əlbəl gəzdirsinlər. Sonuncu şəxsin onu özlərindən olmayan bir fəqirə verməsi daha yaxşıdır. Fitrə zəkatını buğda, arpa, xurma, düyü və bu kimi şeylərdən vermək olar. Əksər hallarda istifadə edilən ərzağa xas deyil. İnsan gərək özü və onun yemək yiyəni hesab olunan hər bir şəxs üçün buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və bu kimi cəmaatın yediklərindən sayılan 3 kiloqram ərzaq yaxud onun pulunu ehtiyaclı fəqirə versin. Fitrə zəkatını ayırdıqdan sonra onun özü fəqirə verilməlidir. İstifadə edilib əvəzi verilə bilməz. Şəvval ayının hilalının görünməsi sübuta yetdikdən sonra fitrə zəkatı ayrıla bilər. Fitr bayramının namazını qılınsa,
Vacib ehtiyata əsasən gərək namazdan öncə ödənsin, yaxud ayrılsın. Amma şəxs fitr bayramı namazını qılmırsa, bayram gününün zöhrünə dək möhləti var. Ramazan ayından öncə fitrəni fəqirə vermək kifayət etmir. Amma o miqdarı əvvəlcədən fəqirə borc verib, sonra fitr bayramı günü onu fitrə hesab edə bilər. Əgər öz məhəlləsində və şəhərində ehtiyaclı şəxs tapılmasa, fitrə zəkatı başqa bir şəhərə aparıla bilər. Fitrə zəkatının xərclənməsi. Fitrə zəkatı verilən şəxsin ədalətli olması şərt deyil. Amma ehtiyata əsasən aşkar şəkildə böyük günah edən şəxslərə zəkat verilməməlidir. Ata, ana, fəqir övladlarının xərcini verməlidir. Buna əsasən onların yaşayış xərci üçün fitrə zəkatından verə bilməzlər. Amma onların borcunu və onların valideynə vacib olmayan ehtiyacları üçün fitrə zəkatından verə bilərlər. Fitrə zəkatını hədiyyə adı ilə də vermək olar və verdiyi şəxsə onun fitrə zəkatı olduğunu bildirmək lazım deyil. Amma hər halda onu verdikdə fitrə zəkatı niyyət edilməlidir. Qeyri-seyyid seyyidə fitrə zəkatı verə bilməz. Fitrə zəkatını dini maariflərin yayılması yolunda xərcləməyin işqalı yoxdur, amma fəqirə verilməsi daha yaxşıdır. Fitrə zəkatını ödəməkdə meyyar ailə başçısıdır. Yəni, fitrəni ödəyən şəxs. Buna əsasən, əgər ailə başçısı seyyid olmasa, hətta onun ailə üzvləri, məsələn xanımı ya qonağı seyyid olsa belə, ailə üzvlərinin fitrə zəkatını seyyidə verə bilməz. Fəqir şəxsə fitrə zəkatı vacib deyil. Fitrə zəkatını ona vermək olar. Fəqirə fitrə zəkatı verdikdən sonra fəqir olmaması məlum olsa, bu halda əgər ona verilən mal, ərzaq və ya onun pulu aradan getməyibsə, geri alıb fəqirə verə bilər. Əgər geri almaq mümkün olmazsa, gərək yenidən fitrə zəkatını ödəsin. Bismillahirrahmanirrahim. Fitr bayramının namazı. Fitr bayramının namazı hal-hazırki dövrdə, yəni qeybətül kubra, böyük qeybət zamanında vacib deyil, müstəhəbdir. Fitr və Qurban bayramının namazı 2 rəkətdir. Birinci rəkətdə həmd və surə oxuduqdan sonra 5 təkbir deyib, hər birindən sonra qunut tutulur. 5-ci qunutdan sonra yeni bir təkbir, 6-cı təkbiri deyib, rüküyə gedib səcdələri yerinə yetirərək qiyama qalxılır. İkinci rəkətdə həmd və surədən sonra 4 təkbir deyib, hər birinin ardınca qunut tutulur. 4-cü qunutdan sonra yeni bir təkbir, 5-ci təkbir deyib, rüküyə gedilir. Səcdələr yerinə yetirilərək təşəhhüd və salam oxunur. Bayram namazının qunutlarını qısa, yaxud uzun oxumağın işqalı yoxdur. Bayram namazında iqamə yoxdur. Əgər imam cəmaat iqamə desə, namazın səhliyinə zərər gətirmir. Bayram namazının qəzası yoxdur. İmamın bayram namazını başqa məmumlara görə təkrar etməsi işqallıdır.